Bismillahirrahmanirrahim. Tövbə surəsi 59-cu ayə. Allah buyurur: Allah və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb, Allah bizə kifayətdir. Tezliklə Allah və Rəsulu bizə lütfündən bəxş edəcək. Biz yalnız onun razılığını istəyirik. Desəydilər, onlar üçün yaxşı olardı. Bu ayə əsasən qani olmaq məsələsinə işarə edir. Yəni, qani olmaq məsələsinə də aid etmək olar. İnsan bu dünyada düzgün təfəkkürə sahib olarsa, düzgün düşüncəyə sahib olarsa, qani olar. Biz qani olmalıyıq. İnsanlar var, heç nəyə qani deyirlər. Onlar bu dünyada nələrisə axtarır. Nələrinsə axtarışındadır. Hələ istədiklərinə nail olmayıblar. Doğulur, uşaq çağı, böyüyür, məktəbə gedir, universitetə girir, iş sahibi olur və yaşı başlayır yavaş-yavaş çoxalmağa, yaşlaşmağa başlayır. Amma hələ də bu insan heç nəyə qani olmayıb. Bir ömür yaşadın, 60 yaşına gəldin, 70 yaşına gəldin, hələ qani deyilsən. Hələ etirazlar edirsən. Hələ nələrinsə arxasınca düşmüsən. Hələ istəyibə nail olmamısan. Bax, bütün bunlar ondan ibarətdir ki, ruh qani deyil. Öz ruhiyyəsini elə yetişdirib ki, qani olmur. Bəli, qani olmamalıyıq. Amma söhbət budur ki, nələrə qani olmamalıyıq? Nəyin axtarışında olmalıyıq? Bəli, axtarışda olmalıyıq. Amma nəyin axtarışındayıq? Biz nə axtarırıq? Kimi axtarırıq? Qocalırıq, yaşımız çoxalır, biz hələ də pul axtarırıq. Qocalırıq, yaşımız çoxalır, biz hələ də yaxşı iş axtarırıq. Bunlar hamısı o demək deyil, tənbəl ol. Bunlar o deməkdir ki, həyatda müəyyən şeylərə qani olmalısan. Elə şey var ki, onun pik həddi olur. İşin pik həddi ola bilir. Kifayətdir. Yəni, gəldin, bu işdən artığını axtarıb nə edəcəksən? Qazanacam, pul əldə edəcəm, yastığın altına yığacam, sonra hara aparacaqsan bunu? Öləndən sonra nə edəcəksən bunu? Yaxşı qazan, övladların üçün qoy, ailən üçün qoy. Amma özün üçün yastığın altına yığıb, övladlarına verməyəsən, ailən üçün xərcləməyəsən, ancaq özünü düşünəsən. Bu qani olmamaq ruhiyyəsi insanı vadar edir ki, insan xəsis olur. Xəsisliyə əl atır. Çünki hələ axtarır. Axtarıb tapandan sonra bu insan əl açıq olacaq güya. Hələ axtarıb tapmayıb deyə xəsislik ruhiyyəsi tutub bunu. Hələ xəsisdir. İnsan başa düşməlidir ki, maddi dünya məni qani edə bilməyəcək. Maddi dünya məni yarımsıq qoyacaq. Maddi dünya mənim ruhuma aramlıq bəxş etməyəcək. İnsan başa düşməlidir ki, ona Allah kifayətdir. Ona Rəsulu, Peyğəmbər kifayətdir. Onun üçün Peyğəmbərin razılığı, onun üçün Allahın razılığı mühümdür. İnsan bax buna qani olmamalıdır. Mən qani deyiləm. Nəyə? Hələ bilmirəm, Allah məndən razıdır. Peyğəmbər məndən razıdır. Mən Peyğəmbərin gətirdiyi dinə əməl edə bilmişəm. Görürsən, Peyğəmbər məndən razıdır. Görürsən, Allah məndən razıdır. Bəli, buna qane olma, çalış. Yaşın çox da olsa çalış, səy et. Ömrü boyu səy etməlisən. Ölənə qədər səy etməlisən ki, Allah və onun Rəsulunun razılığını əldə edəsən. İnsan bu razılıq, bu rizayət üçün çalışmalıdır. İnsan bu razılığı, bu rizayəti əldə etdiyi təqdirdə xoşbəxt olacaq, qani olacaq. Amma maddi şeylərlə qani olmaq, sən onsuz da qani olmayacaqsan. Bəzən bir varlı insanı görürük, rast gəlirik, kənarda ona baxırıq ki, maşallah olsun, hər şeyi var. Yəqin o həyatından razıdır. Amma baxırsan ki, o həyatından razı deyil. Həzrət Əli əleyhissalamın gözəl bir sözü var. Deyirdi ki,
görərsiniz varlılar, hədisin məzmunu bu cürdür. Bəzi varlılar var, görərsiniz onlar sevinənlər, fərəhlənənlər, amma həqiqətdə daxillərində istirab keçirirlər, istirabdadırlar, narahatdırlar. Yəni qane olmayıb deyən narahatdırlar. Zahirdə şadlıq etməklə o narahatlıqlarını aradan aparmaq istəyir. Lakin Allah və Rəsulunun, bəli ruhumuz istirab içində olsun, narahat olsun, amma bunun üçün narahat olsun ki, İlahi sən məndən razısan, ya Rəsulallah. Ey bizim sevimli Peyğəmbərimiz, sən bizdən razısan. Bunun üçün insan çalışmalıdır. İnsan üçün bundan mühüm bir hədəf yoxdur. İnsan üçün bundan mühüm bir iş yoxdur. İnsan bu ricayəti əldə etmək üçün çalışmalıdır. Ən gözəl səy budur. Ən gözəl çalışma budur. Bunun üçün insan çalışmalıdır. Mən Allahın ricayətini əldə etmək istəyirəm. Bunun üçün çalışmalıdır. Mənə Allah kifayətdir. Mənə onun Peyğəmbəri kifayətdir. Allah mənim üçün vəkildir. Mənim arxamda Allah var. O mənim üçün kifayətdir. Bəli, səy etməliyəm, çalışmalıyam, maddiyyat əldə etməliyəm, çalışmalıyam ki, fəqir olmayım, pulum olsun. Amma hər bir şeydə bütün o vücudumuzu biz buna fokuslanmamalıyıq. Biz əgər bunun üçün yaşasaq, yenə deyirəm, bu bizi qane etməyəcək, ruhumuz narahat olacaq. Bu ayə gözəl bir ayədir. Allah və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb. Allah mənə nə veribsə ona razıyam. Peyğəmbər mənə nə gətiribsə ona razıyam. Artıq lazım deyil mənə. Mənim varlığım, mənim varlığımın gözəlliyi, mənim zəngin olmağım Peyğəmbərin Allahdan gətirdiyi dindir, hizayətidir və belə deyərlər, Allah bizə kifayətdir. Ola bilər bu dünyada bəzi istədiklərimə nail olmadım, amma əsas odur ki, Peyğəmbərin gətirdiyi dini ilə mən yaxşı yaşaya bilmişəm, bu mənə kifayətdir. Deyərlər, tezliklə Allah və Rəsulu bizə lütfündən bəxş edəcək. Axirətim üçün də çalışmalıyam, ancaq dünyanı fikirləşməməliyəm. Biz yalnız onun razılığını istəyirik. Qiyamətdə onlar bizdən razı olsun. Onlar bizə kifayətdir. İnsan bu dünyanın zahiri gözəlliyinə o qədər aldanır ki, Peyğəmbər yaddan çıxır, Allahın ricayəti yaddan çıxır. Bir ömür yaşayır və ölümünə az qalır və insan birdən deyir, vay, mən neynədim? Bəs Allah, bəs Peyğəmbər, getdi bu qədər yığdıqlarım, getdi bu qədər səylərim. İnsanın bu dünyada maddiyyət üçün səy etməsi eləməlidir. İnsan tənbəl olmamalıdır. Danışmışıq bu barədə. Amma insan öldükdə və yaxud ölüm ayağında olduqda başa düşəcək ki, bu qədər maddi şeylər üçün can yandırmağım hamısı getdi boşa. Çalışdım, pul əldə etdim, villam oldu, evim oldu, maşınım oldu, hər bir şeyim oldu, getdi olar, ölürəm. Onların artıq mənə bir faydası olmayacaq. Mən artıq o maşını sürə bilməyəcəm, idarə edə bilməyəcəm. Mən artıq o evdə yaşaya bilməyəcəm. Bu səylərim boşa gedir. Amma Allahın verdiklərindən razı qalmaq və Allahın ricayətini əldə etmək o boşa getmir. Qiyamətdə o üzə çıxacaq. Qiyamətdə o razılığın bizə faydası olacaq. O səyin, o çalışmağın qiyamətdə bizə faydası qalacaq. Çünki bu əbədidir. Keçici bir razılıqdır. Keçici bir səy deyil. Elə səy etməliyik, elə çalışmalıyıq ki, maddiyyətimiz mənəviyyatımıza xidmət etsin. Yəni, mənəviyyatın maddiyyata xidmətçi qərar verməməliyik. Mən mənəviyyətli olmalıyam. Mən Peyğəmbərin razılığını əldə etməliyəm. Bu maddiyyət də onun üçündür ki, çalışmaqla yaşaya bilim, bu həyatı maddi şeylərlə sürə bilim, yaşaya bilim və çalışım Peyğəmbərin razılığını əldə edim. Yəni, maddi dünyanı biz Allahı, Peyğəmbəri, axirəti dünyaya xidmətçi yox, dünyanı axirəti xidmətçi qərar verməliyik. Bu mübarək Ramazan ayında biz həm də çalışmalıyıq ki, Peyğəmbərimizin, Allahın razılığını əldə edək. Oruz tutmaqla onun razılığını əldə edək. Allah bu ayda bizi
özünə elə bir bəndə qərar versin ki, onun razı olduğu bəndələrindən olaq inşallah.